Zəlzələlər yer qabığının tektonik hərəkətləri nəticəsində yaranan dağıdıcı təbii fəlakətlərdir. Yeraltı təkanların dəqiq proqnozlaşdırılması mümkün olmasa da, onların tədqiqi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə imkan verir. Belə ki, davamlı binaların tikintisi, fövqəladə hallar planlarının hazırlanması və əhalinin düzgün davranış qaydalarını bilməsi insan itkilərinin qarşısını almağa kömək edir. Azərbaycan da seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün ölkəmizdə seysmoloji tədqiqatların aparılması mühüm elmi və praktik əhəmiyyət daşıyır. Zəlzələlərin Tədqiqatı Bürosu 2003-cü ildən başlayaraq Respublika Seysmoloji Xidmət Mərkəzi FSAT əsaslı digital seysmik şəbəkəni təsis etdi. Bütün seysmik stansiyalar və kommunikasiya sistemləri, enerji mənbəyi bir neçə gün muxtar işləyə bilən batareyalarla təmin olunmuşdur. Belə ki, zəlzələlər məlumatlar demək seysmik stansiyadan Delta Telekoma, Delta Telekomdan isə Zəlzələlərin Tədqiqatı Bürosuna daxil olur. Zəlzələlərin Tədqiqatı Bürosu fasiləsiz olaraq işləyir. Qafqaz regionu, o cümlədən Azərbaycan, Alp-Himalay qurşağına daxil olduğu üçün yüksək seysmik aktivliklə səciyyələnir. Şamaxı, İsmayıllı, Talış zonası, Zaqatala, Balakən, Kiçik Qafqaz, Xəzər dənizi seysmik aktiv bölgələr sayılır. Palçıq vulkanlarından öncəki və sonraki aktivləşmələr də diqqətdə saxlanılır. Azərbaycan palçıq vulkanlarının ən sıx yayıldığı ərazilərdən biri olduğundan ölkəmizdə bununla da bağlı sistemli tədqiqatlar aparılır. Bu şöbədə palçıq vulkanlarının monitorinqi aparılır. Yəni gördüyünüz kimi Nanometrix şirkətinin seysmik stansiyaları quraşdırılıb. 2022-ci ildən etibarən Azərbaycan ərazisində palçıq vulkanları monitorinq sistemi quraşdırılmışdır və onlayn rejimində bura məlumatlar, gördüyünüz kimi məlumatlar bura ötürülür və bu şöbədə yəni işçilər tərəfindən emal olunur. Hər gün bu dalğalara baxılır. Stansiyalar yüksək həssaslı stansiyalardır. Həm palçıq vulkanlarının baş verməsi, davamlılığı, püskürmənin dərinliyi, enerjisi, ayrılan enerjisi hesablanır. Azərbaycanda tektonik blokların ildə 8-10 mm hərəkətlənməsi qeydə alınır. Bürodakı Geodinamika şöbəsinin laboratoriyasında isə tektonik blokların və piltələrin hərəkəti GPS stansiyalar vasitəsilə öyrənilir. Qeyd edək ki, hazırda Azərbaycanda 22 GPS stansiyası mövcuddur. Onların məlumatları ilə tektonik blokların istiqamətləri, horizontal yer dəyişmələri öyrənilir.